Herkese salam dostlar, kanalıma videoma xoş gəldiniz. Bu yeni bir videoda qarşınızdayım. Video keçməmişdən və kanala dəstək olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyənsəniz, like edə bilərsiniz. Həmçinin dostlar, Telegram kanalımız hər birinizi gözləyirəm. Burada səhmlər və kriptovalyutalar haqqında məlumatlar, alış-satış siqnalları, şəxsi analizlərimi və s. paylaşıram və müzakirə qrupunda da bunları müzakirə edirik dostlar. Hər birinizi gözləyirəm. Gəlin video keçək. Bugünkü videoda dostlar, fikir verdim kanalda çoxdandır deməli yeni səhim tanıtımı olmurdu. Dedim bu səfər bir səhm tanıtım edək və qarşınızda T-Mobile USA şirkətindən qarşınızdayım dostlar. Bu videoda danışacaqlarım heç bir yatırım tövsiyəsi deyildir. Sadəcə kanalımızın konseptinə uyğun olaraq hər həftə səhm tanıtım etməyə çalışıram və sizlərə ABŞ şirkət səhmləri barəsində danışıram əsasən. Yəni, əgər özünüz məsləhət bilsəniz yatırım edirsiniz, bilməsəniz etmirsiniz. Bu sizin öz qərarınızdır, yəni heç bir yatırım tövsiyəsi deyil. Deməli olsa şirkətimiz T-Mobile USA idi. Deməli, telekommunikasiya şirkətidir. Gördüyünüz kimi demək olar özünü təsdiqlənmiş şirkətlərdəndir. Hətta belə deyim, yəni güncəl ildə gördüyünüz kimi mənfidə olan şirkətdir. Yəni mənim əsas diqqətimi çəkən məqamlar budur ki, inkişaf edən şirkətlər güncəl ildə mənfidə qalırlarsa, deməli bundan sonraki deməli aylarda artıq müsbətə doğru dəyişim edəcəklər dostlar. Əsas diqqətim bu yöndədir. Həmçinin təbii olaraq bunların texnologiyasını və s. də araşdırıram. T-Mobile USA şirkəti gördüyünüz kimi artıq iri gəlirlər qazanan şirkətdir, deməli müsbət şirkətdir. Məsəl üçün təxminlərinə girək baxaq. Deməli, orta hədəfi 259 dollardır, yəni 42% daha yüksək qiymət və maksimum hədəfi isə 1 il içində 300 dollardır, yəni 65%-dən biraz çoxdur. Deməli, 2029-a qədər gördüyünüz kimi artım tempi gözlənilir səhin başına, həmçinin gəlirlərdə də yüksək sürətdə artım tempi gözlənilir və ümumi olaraq da maliyyə vəziyyəti olsun, texnologiya vəziyyəti olsun müsbətdir. Gördüyünüz kimi ABŞ-da əsasən fəaliyyət göstərir və 2% dividend də verir. Belə. Və bu il ən yüksək dividendi verib gördüyünüz üzərinə. Gəlin deməli fundamental analizinə keçək. Fundamental analizi T-Mobile USA ABŞ-ın ən böyük mobil operatorlarından biridir və əsas fəaliyyəti mobil rabitə xidmətləri, 5G şəbəkəsi, ev interneti, fiber internet, biznes əlləri və yeni maliyyə xidmətləridir. Sprint şirkətini alınandan sonra bu T-Mobile Sprint şirkətini alıb deməli bundan sonra ABŞ bazarında ciddi rəqabət üstünlüyü qazanıb. Yəni şirkəti alandan sonra artıq rəqabətdə demək olar təkəlləşib. Və maliyyə göstəriciləri də gördüyünüz kimi bazar dəyəri 220 milyard dollardır, xarici mənfəəti 2,5 milyard dollardır. Biznesin güclü tərəfləri, dostlar, texnologiyaya önəm verirəm bildiyiniz üzərinə. ABŞ-da ən güclü 5G şəbəkələrindən biridir. Sprint birləşməsindən sonra T-Mobile orta tezli spektrumda üstünlük əldə edib. Daha sürətli internet, daha geniş əhatə və müştəri axınının artması deməli təmin olunub şirkət. Onlarda gəlirlərin davamlı artımı var. Deməli 2026-cı il birinci il gəlirlərində təxminən 11%lik artım olub, yəni 23,1 milyard dollara çatıb rubl üzrə, yəni 4 aylıq gəlirləri. Postpaid hesab əlavələri və orta hesab gəliri artmağa davam edir. Şirkət 2027-ci ildə gəlir proqnozu da yüksəldib. Həmçinin güclü free cash flow-su var. Telekom şirkətləri üçün ən vacib göstəricilərdən biri pul axınıdır, dividendləri artıb, səhm geri alınması artıb, həmçinin borc azaldılması deməli istifadə olunur free cash flow-dan əsasən və bu artıb yaxşıdır. Səhmlərin geri alınması var dostlar. 2022-ci ildən bu şirkət səhmdarlara 45 milyard dollardan çox vəsait qaytarıb. Yəni öz səhmlərini bazardan alıb və bunun həcmi 45 milyard dollardan çox olub. Buyback EPS-in böyüməsinə kömək eləyib. Mənfi tərəflər böyük borc 86 milyard dollarda borc yükü var, lakin bu gəlirləri ilə azalacaq. Əsas rəqibləri gördüyünüz kimi Verizon Communication və IT şirkətidir. Deməli, infrastruktur xərcləri var. Əsas üstünlüklərindən biri də budur ki, şirkət süni intellektə də milyardlarla yatırım etməyə başlayıb. Gördüyünüz kimi 5G spektr aktivləri, brend gücü, ölçü effekti yüksək, müştəri loyallığı, yüksək pul axını, həmçinin mən əlavə edeyim, yüksək süni intellekt investisiyalarına da başlayıb. EPS, CPA yaxşıdır, EBITDA-sı yaxşıdır. Fiber internet, Metronet və Limas investisiyaları ilə gələcək böyüməni dəstəkləyir. Yəni texnologiyaya tam uyğun olan şirkətlərdəndir. Şirkət gəlirlərini 5-7% artırmağa davam eləsə, buyback proqramına davam etsə, uzun müddətli dövrdə illik artımı təmin edə bilər və nəticə etibarilə deməli
öz dəyərini də artıra bilər dostlar. Bizə əsas maraqlı olan dəyəridir. Yəni buyback proqramları, yəni həmin bazardan geri alınması, həmçinin gəlirlərinin davamlı artımı və bu texnologiyalara yatırım əsasən şirkətlərin gələcək sürətli dəyər artımlarını təmin edir dostlar. Ona görə də bu şirkət müsbətdir mənə görə. Yenə də deyirəm, yatırım tövsiyəsi deyildir, sadəcə şirkət tanıtımıdır. Bu günlük bu qədər dostlar. Videomu bəyənsəniz like edə bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşərik.